Həzrət Əli əleyhissalamı adi bir ədalətli insan kimi qəbul edənlər nə çoxdur. Həzrət Əli əleyhissalamı səxavətli insan kimi də qəbul edənlər çoxdur. Möminlərin əmiri kimi də qəbul edən insanlar çoxdur. Amma nə qədər insan Həzrət Əlini hüccətullah olaraq Allahın hüccəti, yəni o kəs ki, onun dediyi söz eyni ilə Peyğəmbərin dediyi sözdür. Necə qəbul eləyirlər? Bu cür hər kəs qəbul eləyir. Həzrət Əli əleyhissalamı meydanların aslanı kimi qəbul eləyənlər çoxdur. Əsədullahil qalib, Allahın məğlub edilməz aslanıdır Həzrət Əli əleyhissalam. Bu qədər? Yox. Əsas o söz var, əsas söz. Hüccətullah. Həzrət Əli Allahın hüccətidir. Yəni imamdır, məsum imamdır. İtaəti vacib olan bir imamdır. Kim bunu bu cür qəbul edir? Bu cür qəbul eləmək lazımdır.